Azərbaycan prezidenti İlham Əliyevlə İranlı həmkarı Məsud Pezeşkiyan arasında telefon söhbəti olub. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiyana təbriklərini çatdırıb, bölgədə sülhün və əminamanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkiyan başsağlığına görə təşəkkürünü bildirib. Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkiyanın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Prezident İlham Əliyev Məsud Pezeşkiyanı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə bir daha dəvət edib.